Yaxşı. Bəli. Qalamalı. Hə. Kanalımıza hoş geldiniz. Gəldi. Gəldi. Like Ekran tıklayın. Hə, doktor ekran. Abone. Hə. İnşallah səhifəsini də internetləri. bir daha 61. 60. Hər bir şey deməsin. 60 en altında. 61 diye ben 64. Sistemi yox, sistemi vermişəm evə. Biz məsələlər işləyəcəyik. Ha. 60. Evde 60. Hə. Benim İndi buradan məsələlərə baxacağıq. Mən hansı qrupla bunu işləmişdim? Biz de işlemsiz. Ben bizden. Ben işledim, işte biz de Hə. işlemişiz. Yaxşı. Ben o ağız meselesini falan da işlemişim. Yolka. Razı kardeşim benim. Yaxşı. Burası. Məsələn 184 işləyirik burada. Gelib yerdə bunları tamamlayacaqsınız məsələləri. Çünki bilirsiniz, ətraflı suallara məsələlər düşür demək olar ki. Gəlirik məsələn 185-ci misal. 184 dedi. Bir hoca bilemez. Nə bilim gəldi bunu. Hoca çıxmadı Bunun yerindən. həcmini böyle gördüm. Gəldi. Bura gələcəkdə təhlillər. Kim? Deməli, uşaqlar məsələyə baxırıq. Birinci özünüz Altı ve kağıdı baxın. başta içinde iyi bir tane şamalı. Öz yavaş. Ekran şimdi müəllim bir daha. Ekran tüpürürdü. Yaxşı. Ya da ekran Bax yaxşı. Hadi müəllim. Təmiz silməmişdim. Polislerdeki var. Ay xəstədir də giribdir ona görə. Sağ sifətini tüpürürdü. Deməli. Fokustanı ver də gözdə görün. Miyallah. Musa iPhone değil, devce üzümlü say. Attı özün sessize. Oldu mu sağ? Hüseyin aldı. Neredesiniz Zara Zara? Ay cavab görsəm belə. Nə Ay, görsəm. Niye gelmemişsiniz? Bir şey görün. Sağ. Mektebe gelmeyen zarar. Musa sen de Şuraya görmemişsin. devam belə. Bildim də işimi azaldıram biraz. Yaxşı, sakit ol. Orada video qoşmuşam. Yaxşı. Deməli, məsələni kim işləyər indi burada? Firo. Niye azalttı? Şah görsün. Nereye yapıştı? Çok şükür. Alça ve cavalı işi var. Beraber miqdarda cavalı. X'in 16 faizi. XX. Alça ve cavalı olan iki eşikdə beraber miqdarda cavalı var. Onda X'in Onda ne yazaq? Birinci yeşik Ben ne çalıştım? ve ikinci yeşik. Ha? Miyallah. Birinci yeşik, ikinci yeşik. Qulaq. Bunda alçada var. Həmdə nə var? Cavalı da var. Hər yeşikdə. Alça, cavalı. Bunda da həmçinin. Alça, bir də cavalı. Bəli. Deyir ki, beraber miqdarda cavalı var. Onda nə yazaq? Cavalı x, burada da x. Cavalıların miqdarı eynidir. Hər yeşikdə eyni miqdarda cavalı var. Eləmi? Gəlirik, birinci yeşikdəki cavalının 16%, ikincinin isə 30% satılıb. Bunun neçə faiz satılıb? Bu cavalının satıldı. Nə qədəri? 16. X vur 16 böl 100. X-in bu qədəri satılıb. İkincdəkinin nə qədəri? 30. X vur 30. Onda. Onda satılandır. Silden de. X vur 30 böl 100. Belə. Sonra deyir ki, indi satılmış 460 kilogram meyvənin 20% cavalıdır. 460 20 faizi. 460-ı nəyə tapırsan? 20%. Çünki ümumi satılan meyvənin 20%. 420 vur. 460 vur. Bəli, təbii ki. İndi deyir ümumi satılan cavalı nə qədərdir? 460-ın nəyi? 20 Bəli, dəftəri açıq qeyd edən. Baş vur da biraz. Baş vur biraz. 460 vur 20 böl nə? 100. Gördüm bu nəyin miqdarıdır? Mən nəyi tapıram indi hal-hazırda? Məsələn baxmırsan. Deyir satılmış 460 kilogram meyvənin 20% cavalıdır. Sıfırlara aparırsan 46 vur 2. 92. Hadi dur bax. 92 nəyin miqdarı oldu? Cavalı satılan Cavalı. Satılan cavallar hansılardır?
Bundan bu. İkisini toplayıb nəyə bərabər edəcəksən? 92. 92'ye sona çıxın özünüz. Axıra gedin. Ne yaparsın İlhan? Ben x 200. Eline. Məndən keçin qabaqda. Deməli. Birinci Yazın, şeyden qeyd fikir. edəcək onu. Yani Mən bilmirəm, qeyd etməliyəm, tam gözləyəcəm. Deməli, həmişə saat eyni vaxtda bitirdi. Sən həmişə eyni nağıl deyirsən. Saat 11-dən başlayırsan. Mən yarım saat deyirsən. Mən Bazar yarım saat. günləri bitir daha Mən boş. yarım saat. Günüm olur, eyvallah. Mənim o da boş olmur. Tez ol. Hesabladınız? bir Hesabladınız. dakika. 32 birinci yeşildeki. Nəyə soruşdunuz Ümumi bizdən? 200'dü. Birinci yeşildən isə şəqəm cavabı satılır. Bəli. İkisini satapsınız ümumiyyətlə? 200. 200. 200-ün nəyə tapasınız? Yerine 16%. 200 vurun 6 böl 100. Ben bundan toplayıp 92'ye beraber yüzeyim. Hə da. Çünki cavalı 460-ın 20%-i cavalıdır. Yəni bu cavallar. Cavallar da burada yazmışam da. Saxtan cavalı birinci eşidən budur, ikinci eşidən bu. Toplayıb 92-yə bərabər eləməliyik. Yazdınız. İndi öz dərs, o biri dərsdən çıxaracağım dəfə görüm necə başa düşmüsünüz, fırladırsınız. Sonra qeyd edilsə keçək növbəti məsələyə. Xeyr. Başqa məsələyə. Xeyr. Bu belə. Bu belə. Valentina başa düşdün? Səfirə. İkiniz burada olsun, başa düşməyə çalışın. Bilmədiyinizi soruşun. Sildim. Deməli. Bu belə. Keçir başqa məsələyə. Adamı toplayıp 96'ya beraber yeniden ne? Necə? Sonda işte. Lan toplayıp 96'ya beraber yeniden 92'ye. 92, 96 deyil, 92. Toplayıb 92-yə bərabərlə həll et da. Yəni %16x, %30x. Nə qədər eləyir? %46x bərabər 92 çarpaz vur x-i tap da. 92. Bildim. Başa düşdünmü? Bax %30x budur. İkinci eşidən saplan. %16x da budur. Toplayırsan eləyir %46x bərabər 92. Sonra çarpaz vurub x-i tapırsan. X bizdə o cavalların miqdarıdır. Sonra da birinci yeşikdəki cavalı, satılan cavalı. X-i yenidən qoyacaqsan həmin qiyməti x vur 16 bölü 100-də tapacaqsan. Birinci yeşikdəkisini istəyir. Sonra gəldik növbəti məsələ. Sizin sualınız yoxdur, amma mən sizin sualı çıxararam, narahat olmayın. Ben Siz bunu evdə işləməliyiz. 179'a çıxın. ben geldim. Neçəyə? 179'a çıxın. Deməli. Evdə yazdım məsələni. 170. Bunu yazmışdıq deyəsən, hə? Biz yox. Sizinlə yazmışıq. Üstüne yazdım. Sizinlə yazmamışıq, yaxşı. İndi o biri qrup izah edər. Onu Uğur yazmış. Yazdım uşaqlar. Uğur izah edər, bəli. Doğru yok. Qazi. Bəli. Uğur hazır həlində fəallığı göstərir. Əziz qardaşım. Bu yeni askeri. Hə, bu məsələ. Bu məsələ eynisi özü. Bu ilin keçən yox, bundan keçəndən əvvəlkisi də demişdə, buraxışın özünün sualıdır yəni. Bunlar da bilsin, bunlar da deyil. Buraxış sualı yəni. Buraxışın özünün sualıdır bu. Ben geldim. Oxşarı yox ha özü. Mən gəlim. Birinci bir məsələni oxuyun yerinizdən bir. Düzxətə yanılır. Nədən söhbət çəkdiyinə baxın. Abi yazın, deyirəm buraxışın sualı, orada avtomat olur. Allah. Müəllim cəm eləyim. Bu nə? Arasan da elə daha, görüm edə bilirsin. 92. Yox, hatta mən Namazı qılsanlar, 98 götürür. Niyə? 7-yə bölünür deyə. Həm də Siyasi olur. sıralama məsələsi də var da, həm də birinci sayın ya da axırıncı. 98 götürməliyik. Hı. Hə. 98 niyə götürdün? Məsələn, sual verir, şərqə deyir 98 niyə Mən götürdün? sıraya görə birincini seçmirik də. Niye? Nə tanırsan sən bu? Qayda ilə. Aa, yo, aralarda 2-2 daxil. Yəni necə parçada da elə deyil. Elə olanda məsələn nöqtələrin sayı parçalarının sayından bir var. Çox olur axı. Burada da eyni şeydir də. Elə bil ki, 98, 99 ağacın sayı, o heç.
Biz aranı götürdük. Sıra Neçə var. dənə boşluq var? Məsələn deyirəm ki, 3 dənə ağac ək. 1, 2, 3. İki Neçə dənə ara var. var? İki. Bir əksiyi götürürük da. Bildinizmi? Bu 98 əslində bizim ağaclarımızın nələrdir? Aralarıdır. Bildin? Başa düşdünüzmü? Bizə də niyə görə aranı götürür? Çünki bizə aranı verir də deyir məsafələr hansı nisbətdədir? 3-4 nisbətində. Burada özü verir də məsələn baxın C ağacı verir. Deyir bu hara nisbəti verir? CB 4. C ağacın A ağacına olan məsafəsi nə qədərdir? 3-dür. Bura nə yazılır? Bu məsafə nə qədərdir? 3K. Bu məsafə nə qədərdir? 4K. Eləmi? İndi biz ağaca bax, məsafəmiz nə qədər olmalıdır? 98 olmalıdır. Eləmi? Çünki 99 dənə ağac əkilibsə, neçə dənə boşluq var? 98. 98 dənə boşluq var. Neçə dənə ağac əkilir? 99. Məsələn, 3 dənə ağac əkiləndə neçə boşluq olur? 2 dənə ara olur da. İndi 99 dənə ağac əkilibsə, neçə dənə boşluq olacaq? 98. 98 dənə. Mən Ancaq bu aranı nəyə bərabər edirik? 98-ə. Çünki bu boşluğumuzdur, bizim məsafəmizdir. 7K bərabər... Mən indi 42-ni tapdıq. Bəs cavab 41 olur, 42 yoxsa 43? 60. Bura nə qədər oldu? 42. Bəli. Eləmi? 42. Səncə 43 olar da. Yəni burada C-ni silək, bunların arası 42-dir. 43-cü var. cavab. C-dir. 1.43. C neçəncə ağacdır? Bunların arası 42-dirsə, demək C neçə olur? 43. Bəli. O qədər şey inanmıyorum. Sadəcə elə bir formal verirlər də bunlar göstərmək üçün. Nəzər olaraq. Düşdü. Yenə bir də deyirik. Bəli, cavab 43. Yenə deyirik. Ümumi neçə ağac əkilir? 99. Kiçik bir sayın üzərində göstəririk də. Məsələn, 3 dənə ağac əkiləndə neçə dənə ara olur burada? 2 dənə ara. İndi təsəvvür edin, bundan 99 dənə əkilib. Neçə dənə ara olacaq? 98. 98 dənə ara. Və o aranın məsafəsini hansı nisbətdə bölürlər? 3-dür. 3K, 7K. Məsafə boşluq 98-də axı. 7K-nı nəyə bərabər edirsən? 98-də K nəyə bərabərdir? 14-də. Bəli. İndi burada neçə K-dır A-la C-nin arası? 3K. 3-ü nəyə vurursan? 14-də. Nə qədər elədi bura? 42. Buranın arası elə bir ki 43 dənə boşluq var ondan. 42-dir. 42 dənə boşluq varsa biz boşluğun sayını tapırıq da. Çünki 98 nəyin sayıdır? Boş var. Boşluğun sayıdır. İndi 42 dənə boşluq varsa C neçənci ağac olacaq? 43-cü ağac olacaq da. Çünki demişik ki, ağac sayı nə qədərdirsə, bir əksiyi boşluq olur. Deməli 43 ağac olub ki, burada 42 dənə boşluq var da. Bildiniz, ağacın sayı boşluğun sayından bir vahid artır da. Boşluğu 42 tapmışsa, ağacın sayı olacaq 43. Əslində, bəli, görüntü baxımından həlli biraz necədir? Rahat gəlir. Çox uzun həlli yoxdur. Siz mətnə baxıb o dəqiqə sualdan imtina eləməyin. Mətnin böyük olması, sualın çətin olması demək deyil. Mən gəlim. Deməli, gələcəksən. Bəli. Deməli, gəl elə 178-i sən işlə, keçək o biri səhifədən işləyək. Deməli, 178. Siz də yerinizdə. Buyur. 178. Ora bax. Buna keçsən. Gözü qapalı qalan bax görsən. 178 işlə. 178. Sıfır beraber. Bütün götürmüşsən. Nasıl bir şey üstəcək? Nə yer var? Öyle de olursa. İnanılmaz. Niye 2 dəfə x 95 götür? Evet, ümumi veririm. Bax. Oraya yaz. Beraberləşdireyim. Bir dənə 2 yaz, Q yaz. 2 qaldı. 2 Q. 2 neçə faizdir? 35 faiz. Qadın demək. Qadın nə qədərdir? 61. Qadını da yaz. 65 faizdir. Çünki ümumi 100 faiz deyil. Çünki 35 faiz kişidirsə, qadın nə qədərdir? 65 faiz. İndi neçə faiz çoxdur qadın kişidən? Ora bax da. 30 faiz. Ay çox. 20. Onda 222 neçə faiz götürəcəksən? 30 faiz. Çünki qadın kişidən neçə nəfər çoxdur?
220. Bəs neçə faiz çoxdur? 30% çox. Deməli 220 30 deməkdir. Daha x-a da 100%. Daha qısa belə işləmək olar. Yox, faiz. Hə. Su çarpaz vurub tapır olar. Sıfırın birini apar. 740. Bəli. Misyon 740. Bizə də neçə nəfər edə 740. Bir də deyirəm üstündən gedirəm. Baxın, həmişə səliqəli işləməyə çalışın. Qeyd eləyək. Məsələn, özü verib bax. 35% kimlərdir? Kişilər. 2, 35%. Sən də bilməlisən ki, ümumiyyətlə istənilən halda hər bir şeyin bütövi neçə faiz olur? 100% olur. Məsələn, sinifdə bütün sinifi 100% götürürük. Müəyyən faizi oğlanlardır, müəyyən faizi qızlardır. İndi zavodun işçilərinin 35% kişidirsə, deməli yerdə qalan nədir? Kimlərdir? Qadınlar. Qadınlar da 65%. Qadın, kişilər neçə faiz çoxdur? 30. Bəs neçə nəfər çoxdur? 222. Demək 222 nəfər 30% deməkdir da. Bütün adamlar da 100% götürürük. X nəfər. Sonra neyirsən? Çarpaz vurursan, belə ixtisar edib x-ini tapırsan. 740. Demək bütün cəmaət, bütün işçi nə qədər imiş? 740 nəfər imiş. Baxmadım. Belə. Ya qeyd elədiniz uşaqlar. Evdə təzədən işləyib gələcəksiniz, bilirsiniz. Bəli. Ayırlardan tezdən. Bayağı yazma, tez ol. Şərqiyə zavad. Sən nə kanalda şey yapırsan? Arkadaşlar mən vermişəm. Xarab oldu. Gör yazır. Yazma. Sən mən qələmlərimi yoxlayırsan, hansı yazır, hansı yazmır. Yazan olsa götürüb qoysan, yazmır. Sən biraz tez ol. Silən. Gəldi növbəti məsələ. Görüm kim gəlsin. Bürüdüm kələblər məsələn. Deməli. Sən mənlə nə istəyirsən? Məktəbim o demək. Yaxşı. Fərhacəl 176 yazır. Siz də yerinizdə tez olun. 176 məsələ. Başqasına üstəyir Fərhacəl. Hə. Tez olun. Sen ne ara yazdın? O boyu yazsın tabii ki. 176. Abala. Ben veririm. Yerin hangi yere? Dəftər niyə götürmür? Veriyorum. Hə. O da şey deyir, deyirəm. Video qoymuşam var, biraz. Telefon görmüşsən. Yazdınız. Oyna. Hə. Güneyli Zümrüd o dəqiqə yazmalıyıq ki, biri o bindən 7 yaş böyüdü, o dəqiqə yazmalısan. Yaşın vermişsə x deyəcəksən. O da oldu x topla 7. Çünki deyir Güneyli Zümrüddən 7 yaş böyüdü. Günel 6 il əvvəl deyirsə çıxıram da. Hə, ayrı yerdə. Onunla alakası yok da. Onda 3 yaş. Deməli, saç. 6, Zümrüt deyirsə ondan. Avala, x çıxır 6 niyə? X. Günel deyir 6 il əvvəl. Günelin yaşı nədir? Günelin yaşı x-dir. Özün yazmısan ki, böyle. Günelin yaşı x topla 7'dir. Bundan nə çıxmalısan? Çıxmalısan yoxsa üstünə gəlməlisən, daha öncə. Çıxmalıyam mən deyim. Niyə? 6 il əvvəl olsaydı, yaşı az olsaydı. Çox alır da. Sən 6 il əvvəl anadan olsaydı, yaşın daha çox olardı. Ona görə də 6 il əvvəl olsaydı, yaşı necə olacaq? Çox. Üstünə nə gəldi? 6. 6. Üstünə 6. Çıxırsan 6, basan. Altın sıxmışam. Hə. Bir yaş olacaq. Zümrüt 3 il sonra anadan olsaydı, Çıxıram. x çıx 7. Yaxşı mənfi taparam. Hələ Yoxsa 3. Dairiyal olar. X çıx 3 də dairiyal, x toplu 13 də dairiyal. Niyə üstə 6 gəldi ki? Çünki sən 6 il əvvəl anadan olsaydın, yaşın az olardı, çox olardı. Çox təşmin tənəsi. Çox. 6 il Təvəllüd nə qədərdir? Təvəllüd. 11. 6 il əvvəl anadan olsaydın. Böyük olur. Görürsən? Məntiq, Mən məntiq. Gözdən indi. Güneyrin yaşı. Güneyrin yaşı hansıdır? X toplu 13 yaz. Güneyrin yaşı bərabərdir. Zümrüdün yaşından deyir. Təbii ki, Zümrüdün yaşını vuracaqsan da 2-yə. 11. Ha, bu nə?
Bu suala çok müqəddəs suallar. Ona görə Yaz da. Ders yorum siyasi. Yorum siyasi. Yalan söyledim. Yaşı x topla 7 idi. Üstüne de 6 geldi. X topla 10 sayıldı. Bu ne olsa? Diqqətli getməsin. Qulaq. Bir də bax. Benim beraberleştireyim. Bir də burada təzədən mən baxıram. Qulaq as. O dəqiqə tənlikdə həmişə, məsələdə həmişə qeyd elə. Günel, Zümrüd. Deyək, Günel Zümrüddən 7 yaş böyükdür. Zümrüdə x, Günelə nə yazırsan? Bunların hal-hazırki yaşlarıdır. Birinin x yaşı var, birinin x toplu 7 yaşı var. Hal-hazırki yaşları bax budur. Bunlar. Deyək, Günel 6 il əvvəl olsaydı. Üstünə nə gələcək? 6. Sən məsələn özünü düşün. 6 il əvvəl anadan olsaydı yaşın daha çox olardı. Doğulduğumuz ildən 6 illər. Ayısı oldu. 6 il əvvəl. Geriyə girsən, keçmişə gelirsən. Onda bunun yaşı nə qədər olacaq? X topla 7 topla 6 olardı. Əgər 6 il əvvəl anadan olsaydı. Hal-hazırki yaşı bu daxı. 6 il əvvəl olsaydı olacaq bu. Zümrüd isə 3 il sonra anadan olsaydı. Məsələn 2010-da anadan olursa, 2013-də anadan olsaydı yaşı balaca olacaqdı. Nə qədər olacaqdı? X çıx 3. İndi bu, yəni Zümrüd. X topla 13. Kimdən? Daha doğrusu Günel. Zümrüddən 2 dəfə çox. Zümrüdü 2-yə vuracaqsan. Gedib sən bunu niyə 2-yə vurursan? Zümrüd nədir? X çıx 3-ü nəyə vuracaqsan? 2-yə. Çünki Zümrüddən 2 dəfə böyük. Nə istəyirsən sadə tənlidir. Bərabərdir 2x çıx 6. Mənfi altını bu tərəfə gətirsən 13-dən toplayanda 18. 2x-dən 1x çıxırsan x. X oldu 18. Deməz Zümrüdün neçə yaşı var? 18. Bunun da 25. Günel də 25. Günel istəyir. Müəllim dəfə olsaydı 7x yazardı. 19 6 sonuç neçə? 19. Onda bu oldu 19. Bu olacaq 19 toplaydı 26. Şu. Belə. Bu məsələdə belə. Boş mu çəkdin? Qeyd edin, silirəm indi. Evdə işləyəcəyiz bu məsələlər və bunların oxşarları. Divar. Sonra yazmışsan o. Sinəmdə yazacağım. Bu da belə. Sonraki məsələmizə görə Abdüləziz bayaqdan çıxmaq istəyir. özünü paralayır. Ben de. Okulu bırakın diyorsun. Deməli, məsələlər buradan başlayır. Deməli, hə, 163 də yaxşı. Biraz avtobusdan işte. Dur. Cavab Aziz. 160. Gördün, sana da ona söz attı. Sözünə gələndə amma Bir an oradan yavaş keçərsən. 92 düşdü. İşləyim bunu 160'ı. İşləyib gedərlər. Buyur, işte söz gedirsən də. İşte bu. Çəkib də. Hə. Köy yaz, şəhər, kənd. Elə yazdım, avtobus niyə qapılamı? Gecə yazsın, yazda fərqi yox. Yapırsam, şəhərdən kəndə gedir də, bir tərəfi şır nöqtəsi, bir tərəfi şır nöqtəsi. Biri də avtobusdan avtomobil. Bir minik avtobus. Ha, yaxşı. Qısa yazda, A yaz, bir də M yaz, Mirşahda. Onlar onun nədir? Zamanlarda. Avtobusun sürəti 50 km-dir. Oradan da yol tapmaq deyil. Avtobun sürəti nə qədər? 50 km. 50 km azdır. Tığ oxunmur, nüsxələr. Sürətini də yaz. Halbuki görsətdim. Ben de. Avtobusu X yazın. Avtomobili X sıfırlı. Ben bağlamada çıktım. Burada buradaki birdi. Onu hemen o elini olarak gösterdim.
90. Məndə pozu var. Onlar neydi onun? Sürətləri. Burada yol tapacam. Bu yazardın da. Yol 90 saniye. Bu toplardı. 160. Ben əksini də mən də izləyim. Bu göz. Hə, avtobusun sürü, mən maşını tapmışam. Bəsdir, Mənim görə. deyim, mənim 40 burada var da, mən deyim 0,8 bərabərdir 40 yazmışam, baxın. Nə Mən söz yazmışam. istəyirdi? Nə istəyirdi? Avtobus istəyir, mən maşını yazmışam aşağıda. Deyim, mən burada 0,8. 0.8 avtomobil maşındır, avtobus deyil. Getməyi Getmə, hər yol dənilir getmək. getmirsə. Dört hardan gəldi? V plus 50'ni vurdum 0,8'e de. Oradan da yol tapacağım. Yox. Milyon faiz ben şu maşın 90 ile gedim, ben tapmışam. Bu bərabərdir 4. Avtobus sürəti 4 aldım. 4 aldı. Saatda 4 şöyle. Eşeği ondan bəlkə yedik. Ha, biraz. Sən hansı avtobusdan danışırsan? Birini söylüyor. Fayton ondan bəlkə gedir. Deməli, uşaqlar, bu şəhər olsun, bu da kənd olsun. Məsafə budur. Şəhərdə nəsə. Buradan bir avtobus gedir, av yazılan. Bir də minik maşın gedir. Minik maşını. İndi avtobusun zamanı nə qədərdir? Bunun T'si 1.8'də zaman T yazıram. Bunun T'si nə qədərdir? 0.8. Səliqəli yaz ki, nəsə işləyə bilərsən. Qulaq as. Deyir ki, avtobusun sürəti avtomobildən 50 km azdır. Onda bunun sürətinə x yazıram, bunun sürətinə x yazmıram, v yazıram. Bunun sürətinə v yazıram, bunun sürətinə yazıram. V toplar avtobusdur. Buna v yazar. Buna v yazamsa bu nə olacaq? V topla 50. Çünki avtomobilin sürət deyir 50 km çoxdur. Minik avtobus isə azdır. Hə, indi gedilən yol necə tapılır? Necə? Zaman daha avtobusun çoxası sürəti. Hətta bu budur, bu topla 50-dir də. 50 km çoxdur da bu. Bu bundan nə qədər azdır? 50 km azdır. Deməli deyir, uşaqlar, gedilən yol necə tapılır? Zaman vur sürət. Zaman vur sürət. İndi bunun S-i, bax bunun S-i nəyə bərabərdir? 1.8 vur V sürəti. Zaman vur sürət. Bunun S necə tapılır? 0.8 vur nə? Zaman vur sürət V toplarlıdır da. İndi bunları bir-birinə neynəməliyəm? Çünki eyni yoldur da. Bu da eyni yol gedir, bu da eyni yol gedir. S-ləri eyni olmalıdır. Yəni bunları bir-birinə bərabər edəcəksən. 1.8 V bərabərdir. 0.8 vur nə? V topla 50. Buna vurub açırsan. Deməli. Bunun hər ikisini 10'a vuraq, gəlir. 10'luq kəsidən geçsin. 18 V, qulaq astıra. 10'a vuranda 8 eləyir. 8'liyə vuran 8 V, üstə gəl. 8'də 50'yə 400. 18 V'dən 8 V çıxırsan, 10 V bərabərdir 400'ə. V bərabərdir 40'a. Nəyə V demişdik? 400'ün biri qaldı. Nəyə V demişdik? Biz mənə avtobusun. Avtobusa V demişdi. Səndən də avtobusun sürətini istəyir. Başa düşdün? Yəni qeyri-adi bir şey deyil. Bax, gedişatı belə yazın həmişə ki, düzgün cavab alsın, əyləş. Avtobusun sürətini tapdıq belə. Bir dənə məsələ işte gedək, hamı gedək. Bir dənə məsələ işte. Da, evdəki deyək ki, hava alırsan, olmadı. Dərsdən çıxıb gəlməmişsən, dərs oxuyamışsan. Tez gəlsin, daha da başa vuracaqlar, nəfsüncə. Daha da sən də biraz deyərsən ki, dərsdən çıxmaq istəmədim, üstünü başa düşün. Mən Firidin çıxsın da. Deməli. Bəli, mən. Gülmə mən bəyəm. Gəlim orada mən yazım, mənim orada. Firidin çıxışda. Mən gəldim orada yazım.
Silirəm. Silinməz. Qeydinizi götürdünüz. Bəli, mən cəm yazıram. Ben buradan. Sən gəlmirsən də birincilərdə. Nə olar, mən cəm də mən də. Hayır ya. Yaxşı. Mən cəm, nə olar, mən də. Hə, gəldi uşaqlar. Çıxmasın yazıbdı. 62. Bir dənə burada sizə çətinlik törədə bilən məsələ 161 ola bilər. Qalan məsələlər həqiqətən yəni qeyri-adi belə vaxt aparan məsələlər deyil. Hamısı çox yaxşı məsələlərdir. Bir ədəd o bir ədəddən 5 daha böyükdür, x 5x. Yəni hasil istərsən. Məsələn, amma burada 61 özümü işləyəcəm. Çünki bu biraz məsələn şey oxşayır. Vaxt aparan ola bilər. Bərabər amma hamımızın fikri burada olsun. Bunu işləyək sonra gedək. Deməli. Mən gələyim. Bunu işləyək. İşləyə bilərsiniz işləyək. İşləyəməsən hamı qalacaq burada. Aya. Yox, olsun. Deməli. Uşaqlar, baxın. Yenə cəmi nə qədər çaydan var? 64. 64-dür. İki növ çaydandan söhbət gedir. X, Y. Birinci, ikinci yazırsan o dəqiqə. Hesaba Birinci çaydan, ikincisi. Həmişə belə yazılır. Necə ki, fəhlə məsələlərində, hovuz məsələlərində, nə bilim, avtobus məsələn, bir şey yazmır, avtomobil. Burada da elə yaz. Kiçik çaydan, böyük çaydan. Deməli, ta bir ikini yazdım, onu kiçik, böyük yazımda. Kiçik çaydan, böyük çaydan. Bəli. Deməli, iki növ çaydan. Onda ümumi say nə qədərdir? 64. Birinə x sayda deyirəmsə, o birisi nə olacaq? 64. 64 çıx x. Çünki cəm 64 dənə çaydan var. Balacadan, kiçikdən x dənədirsə, böyükdən 64 çıx x sayda olacaq da. Bundan məsələn 20 dənə olsa, 64-dən 20 çıxmaz. Elə deyilmi? Bəli. Bayağı evet, iyi sorsun. Zoli. Buyur. Hə. Sonra ardına baxırıq. Saylarıdır bunlar. Suala baxın. Çaydan, kiçik çaydan, böyük çaydan 1 manat ucuzdur. Kiçik çaydan, böyük çaydan 1 manat ucuzdur. Bunu neçə manat yazaq? X. Y manat. Daha x demirsən axı. Y manatsa bu nə alacaq? Y topla 1. Axı böyük bahadır axı 1 manat. Kiçik 1 manat ucuzdur da. Bu oldu bunların qiyməti. Elə deyil. İndi deyir ki, çaydanların hamısı satılandan sonra böyük çaydanların satışından 100 manat. İndi bunun sayı nə qədərdir? 64 x. Birinin qiyməti nə qədərdir? Y üstə. Vurub nəyə bərabər eləməliyəm? 100-ə də. Çünki bir çaydan 10 manatsa, 10 dənə çaydan satsan, onu ona vuranda sən nə qurdayırsan orada? Dəymədi ona. Bir çaydan 5 manatsa, 10 dənə çaydan satsan, neyləsə onu 5-ə vuracaqsan. O çaydan sayı vurulur birinin qiymətinə. Bərabər yaz. Demədim işin olmasın. Çatmır, əlini necədir orada? Bura bax. Bir içinəmirəm. İndi y topla biri nəyə vuracam? 64 çıx x-ə nəyə bərabər edəcəm? Güzel. Bu bir təminlik. Təminin biri budur. Yazın mənimlə bərabər. Təminin biri budur. Bax bu. Sonra nəyə baxırıq indi? Bəs kiçik çaydandan nə qədər gəlir əldə edib? X var, Y 36. X-i vuracaqsan y-ə. Sonra X sayıdır, bu da birinin qiymətidir. Burada da deməli, Orada X vur yerine koyacağım onda. təbii ki. Burada da aşağılar. X vur y nəyə bərabərdir? 36-ya. Bunları ikisini bir yerdə işləyəcəksən. İkisini bir yerdə işləyəcəksən. İndi onu vurub açırıq. Y vur 64. 64 y. X, Y. Y vur mənfi x, mənfi x y. Sonra 1 vur 64. 64. 1 vur mənfi x, mənfi x bərabər nəyə? 100-ə. X y yerə nə yazırıq? 100. 36. 36'dır. İndi burada 64 y durub yerində. 64 y sonra nə qalıb? Toplayaq da onları. Çıx x bir də bu qalıb. Mənfi 36 topla 64. Neçə? Mənfi 36 topla 64. 28. 64-dən 36 28. 100-dən də 28 Müsbət mənfi. 72. Müsbət 28 bərabər 100. 100-dən də 28 çıxacaqsın. Yəni 64 y çıx x bərabərdir 72. Bundan iş bitmir. İndi əvəz etmə aparmalısan. O gün təminlər sistemində dediyi, təminimizin biri də x vur y bərabər 36-dır da. Burada hansısa birindən ya x-i tap ya y-i apar qoy yerinə. Təbii ki burada x bərabər nəyə? X-i tap burada. 6 Y yazdınız. 64 y-dir. Yaxşı. Burada indi ya x bərabər 36 ya buradan tap ya buradan tap.
Yaxşı, burada mənfi x atsağına ol, müsbət x bərabərdir. 64y çıx nə? 72. Gətir burada x yerinə qoyacaqsan. Bax buna. X yerinə bunu qoyacaqsan. Yəni 64y çıx 72-ni nəyə vuracaqsan? Nəyə vuracaqsan? Bu nəyin qiymətidir? X-in. X-in. Vuracaqsan nəyə? Y. Y da. Nəyə bərabər olacaq? Yoxsa bunu vurub açanda kvadrat tənliyi alınır. Elə bunu işləyəcəksən. Y vur 64y. 64y kvadrat. Y vur mənfi 72. Mənfi 72y. 36-nı da atırsan sonra çıx 36 bərabər nəyə? 0-a. İndi hamısının bölündüyü ədəd varsa bölüb biraz balacalaşdırırsan. Hamısı neçə bölünür? 4-ə bölsün. Eləcək. 16y kvadrat. Çıx 18y. Mən yıxmaq istəyirəm. Çıx 9 bərabər 0. Yəni işlədirsən bunu? Diskriminantla işləyib köklərini tapacaqsan. Təbii ki, biri mənfi olacaq, biri müsbət. Sən hansını götürəcəksən? Müsbət. Çünki sayda qiymətli mənfi ola bilməz də. Bunu diskriminantla özünüz həll edəcəksiniz. Cavabı anlayacaq. Bəcə yeyə bax. Deməli.